Salam əziz izləyicilərim, bugünkü videoda həftəlik proqnoz edəcəm. Deməli, variantlardan birini seçirsiniz. Gəlin baxaq görək sizi nə gözləyir həftə içində. Deməli, 2 dənə variant olacaq. Variantlardan birini seçirsiniz. Gəlin baxaq. Bir, iki. Bu birincisidir, bu ikincisidir. Seçirsiniz. Əgər sizə daha çox vaxt tələb olunursa, videonu dayandıra bilərsiniz. Seçiminizi etdikdən sonra davam edə bilərsiniz baxmağa. Ümumi baxımdır. Əgər şəxsi müraciət etmək istəsəniz, Instagram üzərindən yaza bilərsiniz mənə. Instagram səhifəmin adı və linki göstərilib videomun altında. Deməli, gəlin baxaq. Birinci variantda sizi nə gözləyir həftə içində. Deməli, burada həftə içində sizdə keçmişlə bağlı hansısa məsələlərin yenidən qabağınıza çıxması ola bilər. Həm keçmişdən olan insanların, həm də ki, keçmişdə yaşanan hansısa məsələlərin təzədən qabağınıza çıxması ola bilər. Həmçinin də sizə doğma olan, keçmişdən doğma gələn insanlar qabağınıza çıxa bilər. Belə bir durumlar ola bilər. Həmçinin də siz özünüz belə çox duyğusal ola bilərsiniz həftə boyu. Keçmişi çox yad edə bilərsiniz və keçmişlə bağlı hər hansı bir məsələni həftə boyu ya da əsas mövzu kimi ağlınızda, ürəyinizdə fırlada bilərsiniz. Deməli, burada əsas deməli bürclərdən hansı ki sizin həyatınıza təsir göstərəcək. Burada odun sürünləndir, torpaq ünsürünləndir. Deməli, odun ünsüründən şir, ox atan qoç ola bilər. Su ünsüründən deməli üzr istəyirəm, su deyil də torpaq ünsüründən olan deməli oğlaq, boğa, qız ola bilər. Yəni belə bürclərin sizin həyatınıza təsiri ola bilər və bir dənə də əlavətən bir bürc deyəcəm. Bu xərçəng bürcü ola bilər, hansı ki yeganə su bürclərindən ola bilər, hansı ki təsir göstərə bilər. Ya siz belə bir ünsürdən ola bilərsiniz, həmçinin də belə ünsürdən olan insanlar sizin həyatınıza təsir göstərə bilər. Burada işlə bağlı hər hansı bir birlikdə hər hansı bir məsələni etməklə bağlı planlar ola bilər. Yəni siz tək deyil də başqa bir insanla birlikdə nəyisə etmə ola bilər. Həmçinin də çoxlu, xüsusən də odun ünsüründən sizsə, burada sizin özünüzdən çoxlu məsələlər asılı olacaq. Sizin öz üzərinizdə işləməyiniz və ya işləyib nəyisə yatırım etmək, yatırım edib nəyisə əldə etmək, bununla bağlı məsələlər aktual olacaq. Həmçinin də burada bəzi insanlarda işə qəbul ya da işlə bağlı müraciətlər, işlə bağlı sənəd verilməsi, alınması, nəyisə verilməsi, yəni bu təkcə sənəd deyil də, yəni pulun da, hər hansı bir pulun alınması da, verilməsi də ola bilər. Bəzi insanlarda bu verilməsi olacaq, yəni işdə ki, məsələn, borclusunuzsa o borcu verilməsi ola bilər. Bəzi insanlarda ki, gözləntiləri var, işdən pul ala bilərlər, yəni ya da ki, işdə olan bir insandan birlikdə iş gördüyü ya da birlikdə işlədiyi insandan pul alış-verişi ola bilər. Həmçinin də bu köməklərə, yəni birlikdə nəyisə etmək, birlikdə köməkləşmək ola bilər, yəni aktual ola bilər. Deməli, burada sizin həyatınıza təsir göstərən bürclərdən əkizlər, şir, bir də ki, hava ünsüründən deməli tərəzi, dolça olan bürclərin həyatınıza təsiri ola bilər və bir də ki, oğlaq bürcünün deməli həftə boyu sizin həyatınıza bu bürclərdən təsiri ola bilər. Həmçində siz özünüz belə bir bürclərdən ola bilərsiniz. Deməli, həftə boyu hər hansı bir sevinç aktual ola bilər. Həmçində uşaq məsələləri ilə bağlı hər hansı bir işlər aktual ola bilər. Burada sevinç ola bilər həftə boyu, amma baxın ki, sonrasında
problem yaşamayasınız. Çünki burada sevinç yaşanılıb da sonrasında hər hansı bir gizlədilmiş məsələnin, gizlədilmiş bir bu həm xəyanət ola bilər, həmçində gizlədilən informasiya ola bilər, hansı ki sizə ya siz gizlətməli olursunuz, ya da ki sizdən gizlətməli olurlar və həmçində burada aktual bir şey seçim ola bilər və seçimlə bağlı burada həm başqa insanların həyatınıza müdaxiləsi var, həm də ki seçim var və bu seçimlə bağlı o seçimi etmək istəməməyi ilə ya sizin ya da qarşı tərəfin seçimi istəməməyi ilə bağlı gələn bir xəyanət ya da ki gizli informasiya ola bilər. Ona görə diqqətli olun. Bu həm sizdən irəli gələ bilər, həm də ki qarşı tərəfdən, yəni həyatınızda olan insanlardan ya da gözləntiləriniz olan insanlardan.